Cəmi 3 ərzaqla tort hazırlamaq olar desəm, inanarsınız? Bu gözəl görünüşlü tortu mən cəmi 3 ərzaq, un, şəkər tozu və xama ilə hazırlamışam. Gəlin hazırlanmasına baxaq. Kremi üçün 25% xamanın üzərinə şəkər tozunu hissə-hissə əlavə edib qarışdırdım. Narahat olmayın, krem biraz axışqan olur. Mən şəkər tozunu bir dəfəyə əlavə edib qarışdırdım. Siz hissə-hissə əlavə edib daha yavaş qarışdırsanız daha gözəl nəticə əldə edəcəksiniz. Ayrıca qabda yenə xama, şəkər tozu, un və qabartma tozu əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğururuq. Dəqiq ölçüləri açıqlama bölməsində qeyd etdim. Xəmiri 8 hissəyə ayırıb yayırıq. Kənarlarını hər hansı dairəvi forma vasitəsilə səliqəyə salırıq. Ocağın orta ateşində hər iki yüzü qızarana dək bişiririk. Onu da qeyd edim ki, tavaya yağ qatmırıq. Laylar soyuduqdan sonra tortu yığmağa başlaya bilərik. Ən üst qatı da kremləyib üzərini istədiyimiz kimi bəzəyirik. Bir neçə saat soyuducuda saxladıqdan sonra nuş edə bilərsiniz. Mən 6 saat soyuducuda saxladım. O qədər ləzzətli idi ki, böyükdən kiçiyə hamı çox bəyəndi. İlk dəfə bu resepti görəndə bu qədər ləzzətli ola biləcəyini düşünməmişdim. Yəqin ki, bundan sonra tez-tez hazırlayacaqlarım siyahısında olacaq. Mütləq siz də hazırlayın və geri dönüşlərinizi bildirin. Daha maraqlı reseptlər üçün izləmədə qalın.